Korkmuyorum nefesimizi alır. Mesela salam ederim. Təbrik edirəm, uğurlu olsun, xeyirli olsun. Çox sağ olun. Xoş gördük sizi. Tebrik ediyoruz. Sağ olun. Sağ olun. Salam, salam.
Çalışırım. Layla Hanım bu ikinci dəfə deyiləm bu tədbir? Geçen yıl müsaade Gördüm. Hörmətli qonaqlar, hörmətli sərgi iştirakçıları, Bakı şəhəri üzrə təhsil idarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə keçirilən İKT-nin təhsilə tətbiqi, bilik, təcrübə və texnologiya baxış sərgisi açıq elan olunur. Hemen çaldım. Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri Nailə xanım Zaquliyevaya verilir. Hörmətli qonaqlar, hörmətli sərgi iştirakçıları, sizi Bakı şəhərinin təhsil işçiləri adından salamlayır, hər birinizə xoş gəlmişsiniz deyirəm. Bakı təhsilinin həyatında önəmli rol oynayan tədbirimiz İKT-nin tətbiqi, bilik, təcrübə, texnologiya, baxış sərgisində iştirak edən hər kəsi burada görməkdən məmnunluq duyuram. Hörmətli sərgi iştirakçıları, bildiyiniz kimi 1999-cu ildən etibarən ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə, yönələn əsaslı islahatların aparılmasına təkan verilib. Bu islahatların istiqamətlərindən biri də təhsildə informasiyalaşdırma olub. Təhsil islahatımızın memarı olan Ulu Öndər Heydər Əliyev bu islahatın həyata keçməsinə başlıca şərtləndirən biri kimi təhsildə İKT-nin tətbiqini vacib hesab edirdi. İndi dünya mədəniyyət dünyasıdır, intellektual dünyadır, elmi-texniki tərəqqi dünyasıdır deyən Heydər Əliyevin 17 fevral 2003-cü ildə imzaladığı Azərbaycan Respublikasının İnkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiyanın təsdiq edilməsi haqqında sərəncamı bu sahədə mühüm addım oldu.
Onun siyasetini uğurla devam ettiren Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2004-cü ilin avqustunda imzalanan Azərbaycan Respublikasında ümumtəhsil məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı ilə bu proses sistemli olaraq başlanılıb. Proqrama müvafiq olaraq 2005-2006-cı illərdə Bakı şəhərinin məktəblərinə 5550 ədəd kompüter verilmiş, 5-11-ci siniflər üzrə hər 21 şagirdə bir kompüter nisbəti təmin edilmişdir. Bu istiqamətdəki siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyul tarixli sərəncamı ilə 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı təsdiq edilmişdir. Bu, dövlət proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsidir. Bununla da vahid milli təhsil mühitini formalaşdırılmalı, bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanları təmin edilməli. Habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmalıdır. Bu proqrama uyğun olaraq bütün məktəblərimiz lokal şəbəkəyə, 267 məktəb isə geniş zolaqlı internet şəbəkəsinə qoşulmuşdur. Az bir müddət ərzində bu texnologiyalarla işləyən güclü kadr potensialı formalaşmışdır. İndi Bakı şəhərinin ümumtəhsil məktəblərində İKT-nin tədrisə tətbiqi, elektron dərsliklərdən istifadə, internet resurslarının hazırlanması sayəsində kifayət qədər səmərəli nəticəyə nail olunmuşdur. Təhsil müəssisələrində yaradılmış lokal və internet şəbəkələri, onların geniş əlaqələr yaratmasına, digər təhsil müəssisələri, Bakı şəhəri üzrə təhsil idarəsi həmçinin xarici ölkə məktəbləri ilə virtual əlaqələrinin yaradılması, sənədlərin qəbulu və ötürülməsi işində mühüm rol oynayır. Təhsil Nazirliyinin həyata keçirdiyi TIMS məktəb layihəsi çərçivəsində layihənin 4-6 komponenti üzrə məlumatların toplanması və əməli işi başa çatdırılmışdır. İndi bizim əlimizdə çox geniş məlumat bazası vardır və bu da təhsilin idarə edilməsində mühüm əhəmiyyətə malikdir. Ən başlıcası, bir zamanlar yalnız arzu olanlar bugün həqiqətə çevrilmişdir. İndi nəinki bizim informatika müəllimləri, eləcə də digər fən müəllimlərimiz, hətta şagirdlərimiz müxtəlif proqramlar üzrə elektron vəsaitlər hazırlayırlar. Məktəblərimizin beynəlxalq əlaqələri genişlənir, yeni əlaqə sistemlərindən geniş şəkildə istifadə olunur. Bu sərgini keçirməkdə məqsədimiz də qazanılmış uğurları, təcrübə və texnologiyaları cəmiyyətə təqdim etməkdədir. Onu da qeyd edim ki, bu sahə üzrə sərgi mütəmadi olaraq təşkil edilməklə bütün məktəbləri əhatə edəcəkdir. Belə bir tədbirin təşkilində və keçirilməsində bizə öz dəstəyini əsirgəməyən Təhsilçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri hörmətli Səttar Məqbalıyeva, fəaliyyətimizi yüksək qiymətləndirən, Bakı təhsilinə qayğısını əsirgəməyən hörmətli cənab Nazir Misir Mərdanova, bizim dəvətimizi qəbul edərək tədrisə qatılan bütün qonaqlara təşəkkür edirik. İKT-nin tətbiqi sayəsində məktəblərimizlə müntəzəm və qarşılıqlı əməkdaşlığa görə Sinam, Azaduniyyət, Ultra, Intel, Mədəd, Interride, Smart şirkətlərinin və data mərkəzinin rəhbərlərinə və əməkdaşlarına təşəkkür edirik. Hörmətli sərgi iştirakçıları, mən təhsil işçilərin az bir zaman içərisində İKT üzrə qazandıqları nailiyyətləri sadalamaq fikrindən deyirəm. Atalar demişkən 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Elə bu inamla da sizin İKT-nin təhsilə tətbiqi, bilik, təcrübə, texnologiya sərgisinə baxmağa, müəllim və şagirdlərimizin nailiyyətləri, yaradıcı işləri ilə tanış olmağa dəvət edir. Hamınıza xoş ovqat arzulayıram. Diqqətinizə görə çox sağ olun. Çıxış üçün söz Kiyev şəhər
və Təhsil İdarəsinin rəisi Qalyunova Vera Ziloviernaya verilir. Getdim. Mühasəbədə kadr ver. Здравствуйте, дорогие взрослые, дети, участники такого красивого праздника, праздника информационно-коммуникативных технологий. Я хочу поприветствовать вас от многотысячного количества школьников Украины, которые сегодня знают, что у вас проходит такой праздник, который открыт для сотрудничества с вами. Мы вместе с Управлением образования города Баку заключаем соглашение об обменах школьников, о том, что мы будем проводить совместные детские летние лагеря, в которых будут принимать участие лауреаты Нобелевской премии Европы, где дети смогут видеть, как ценится сегодня в мире умный, хороший человек. Ну и главная цель нашего визита к вам в город – это рассказать, что у нас тоже есть маленькая часть детей Азербайджана, которые учатся сегодня в Украине. Ими занимается Управление образования города Киева. У нас есть господин Крапивин, который тоже постоянно оказывает помощь этой воскресной школе. И мы готовы по-новому помогать этим детям получать хорошее образование в Украине. Дети наших школ тоже дружат с вашими школами. Например, 79-я школа, они принимали участие уже в конкурсе по информатике. Ну, а на Украине есть такая хорошая традиция. Перед началом каждого дела получить рушник традиционный, на котором всегда на счастье вышит каждый крестик руками лучших вышивальниц Украины. И небольшой сувенир, который вы вместе после этой выставки повесите в тех местах, где у нас находятся дети, и будете знать, что Киев и Баку, дети города Киева и дети города Баку всегда будут друзьями. Спасибо за приглашение на ваш праздник. Спасибо. Спасибо. Çıxış üçün söz Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya verilir. Sabahınız xeyir, hörmətli tədbir iştirakçıları. Sizi bu gözəl günümüz münasibətilə də təbrik edirəm. Çünki bu Azərbaycanın hər şeydən başqa dünyada öndər ölkələri sırasında olduğunu göstərir. Yəni son illərdə bu il biz müstəqillimizin 20 illiyini qeyd edəcəyik. 20 il hər hansı bir xalqın tarixində bir o qədər böyük dövr deyil. Amma müqayisə etsək, istər iqtisadi baxımdan, istər sosial problemlərin, istər təhsil səviyyə baxımından Azərbaycan başqa MDB ölkələrindən fərqli olaraq inkişafında çox böyük sıçrayış əldə etdi. Bu sahələrin biri də təhsil sahəsidir. Təhsil sahəsi xüsusilə önəmlidir ona görə ki, ölkəmizin prezidenti Cənab İlham Əliyev göstərdiyi kimi bugün hər hansı bir xalq, hər hansı bir dövlət dünyada başqa xalqlar da ölkələrlə rəqabətdə bir halda uda bilər. Əgər onun təhsili, əgər onun elmi lazımı qədər, lazımı səviyyədə inkişaf etmişdir. Lakin bugün biz ənənəvi təhsil üsullarından, ənənəvi metodikalardan bu sahədə də böyük islahatlar nəticəsində tam yeni bir kurikulumlara, yeni bir programlara, yeni bir tədris üsullarına, yeni bir dəyərləndirmə üsullarına keçmişik və bu təhsilimizin yüksək səviyyəsinə çıxmasında informasiya, kommunikasiya texnologiyalarının xüsusi yeri var.